Xalq artisti Faiq Ağayev Kanal S-in aparıcısı Nigar Fərhadın "Oğluma atasız qız almaram" sözlərinə sərt reaksiya verib. Müğənni aparıcını danışığını bilməyən, ağılsız hesab eləyib. O boyda ədəbsiz həngamə qoparmaqdansa de ki, oğluma kişini saymayan, gələcək ərinə heç bir önəm verməyən qızla evlənməyə izin vermərəm. Yenə başa düşülən olar. Eynən qızımı qadına hörmət eləməyən oğluna vermərəm fikri kimi. Əvəzində mağara düşüncəsi qoyur ortalığa. Danışığını bilməyən uşağı öyüd nəsihət verməklə düzəltmək olar, amma beləsinin ağıl kitabı nəinki bağlanıb, görünür heç açılmayıb. Çox acınacaqlı haldır deyə xalq artisti bildirib. Qeyd eləyək ki, Kanal S televiziyasının aparıcısı Nigar Fərhadın efirdə "Mənim oğlum olsa, ona atası olmayan bir qızı almaram" ifadəsi müzakirələrə səbəb olub. Qeyd eləyək ki, Nigar Fərhad daha öncə də Oksforddan aldığı diplom məsələsi ilə geniş müzakirələrə səbəb olub.